16 yaşadək voleybolçu qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinə yekun vuruldu. Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində təşkil olunan yarışın son günündə ilk 3 yerin qalibləri müəyyənləşdi. Gün ərzində baş tutan oyunlar gərgin mübarizə, emosional anlar və maraqlı epizodlarla yadda qaldı. Oğlanların mübarizəsində 3-cü yer uğrunda görüşdə Embavut komandası Oğuzla üz-üzə gəldi. Tərəflərin bir-birinə üstünlük vermədiyi qarşılaşma 5 set davam etdi. Gərgin keçən maçın sonunda Embavut 3-2 hesablı qələbə qazanaraq bürünc medala sahib çıxdı. Qızların 3-cü yer uğrunda oyununda isə Milli Aviasiya Akademiyası komandası Xarı Bülbül 3 klubu ilə qarşılaşdı. Maraqlı idman mübarizəsi ilə keçən görüşdə Milli Aviasiya Akademiyası 3-1 hesabı ilə qalib gələrək yarışı 3-cü pillədə başa vurdu və bürünc medala layiq görüldü. Qızların final qarşılaşması Azəriyel və Şərqi Zəngəzur komandaları arasında baş tutdu. Oyunda daha inamlı və təşkilatlanmış çıxış edən dəmir yolçular rəqibinə ciddi şans vermədi. Komanda 3-0 hesablı qələbə qazanaraq Azərbaycan birinciliyinin qalibi oldu və qızıl medallara sahib çıxdı. Şərqi Zəngəzur isə turniri gümüş medalla başa vurdu. Əlbəttə ki, 3-cü setdə biraz heyecanlandıq, amma əlbəttə ki, zal böyükdür, heyecan çox idi, amma biz hazırlaşdıq və bir komanda kimi iştirak elədik. Buna görə çox bir sevinci, bir hissdir çempion olmaq, Azərbaycan çempionatına iştirak etmək mənim üçün çox xoşbəxtlikdir. Bugün çox çətin bir oyun keçdi. Axırıncı 3-cü setdə biraz gərgin oyun oldu, amma çox xoşbəxtəm ki, biz bu oyunu utduq və yenə 3-cü ildir ki, çempion oluruq. Hazırlıq prosesi Allah xanım bizə çox kömək olub. Ona çox təşəkkürlərimi bildirirəm. Oyun çətin olsa da, utsaq da, oyun çətin getdi. Komandamız ikinci oldu, ancaq yenə də komandamdan qürur duyuram. Oğlanların final görüşü də maraqlı və gərgin mübarizə ilə yadda qaldı. Bakı və Sumqayıt komandalarının qarşılaşdığı oyunda Gənclik şəhəri təmsilçisi ilk 2 set aktivinə yazdırsa da, paytaxt təmsilçisi geri dönüş edərək qalib gəlməyi bacardı. 5 set davam edən dramatik qarşılaşmanın sonunda Bakı 3-2 hesabı ilə qalib gələrək çempionluğa yiyələndi. Sumqayıt isə ikinci yeri tutaraq gümüş medal qazandı. Çox əziyyət çəkmişdik, çox məşqlər eləmişdik, yüksək səviyyədə hazırlaşmışdıq. Əsl filan oyun oldu, amma komandamızda sadəcə biraz ruh düşkünlüyü oldu. Amma uşaqlarımızı, oyuncularımızı təbrik edirəm. Geri dönüş elədilər. Çox göstərdiyi oyunlardan çox məmnunuq. Çox arzulayırdıq çempion olmağı. İllərdir bir əziyyət çəkirdik çempion olmaq üçün. 2-0 məğlubiyyət üzürdük və geri dönüş eləyib 3-2 qazandıq. Motivasiya verdik ki, udmalıyıq bu oyunu, udmamış getməməliyik. Əziyyət çəkib gəlmişik bura kimi. Birinci olub gedərəcəyik. Komandanın motivasiyasını aşağı düşməyə qoymamaq, komandanın çölüşməyə imkan verməmək, komandanın üçün qaldıydı və biz qalib gəldik sonunda. Final oyunlarından sonra mükafatlandırma mərasimi keçirildi. Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxış edərək iştirakçıları və tamaşaçıları salamladı. Qalib və mükafatçı komandaları təbrik etdi. O, yarışların maraqlı və gərgin mübarizə ilə keçdiyini vurğulayaraq, gənc voleybolçuların gələcək inkişafı üçün bu cür turnirlərin böyük əhəmiyyət daşıdığını bildirdi və idmançılara uğurlar arzuladı. Daha sonra qalib və mükafatçı komandalara kubok, medal və diplomlar təqdim olundu.